Üstadlardan, müfəssirlərdən, müasir müfəssirlərimizdən də Allah hifz eləsin. Onun sözüdür, deyir ki, Quran-ı Kərim Allahın bir dənə içərisində hər bir şeyi olan bir süfrəsidir. Süfrə deyil, süfrədə hər bir nemət var. Səndən də istək budur ki, gəl bu süfrədən istifadə elə. Nə istəyirsən var. Yəni, bugün zehninə gələn, gördüyün və görmədiyin hər bir nemət bu süfrədə var. Sən sadəcə gəl bir qırağında otur, bu süfrədən istifadə elə. Amma öz yeməyini gətirib ora qoyma. Məsələn, bir nəfər zəngin bir adamdır, bir süfrə açıb qonaq dəvət eləyib, biz də getmişik. Məsələn, bir nəfər gəlsin, o süfrədə də hər şey var da, meyvəsindən tutmuş, bütün yeməklərin növlərinə qədər. Sən də bu tərəfdə 2 dənə yumurta vurub qayğanaq eləmişsən, gətirib qoymusan. O adama necə baxarlar? Yəni, yaxşı baxmazlar ki, hörmətsizlik eləyir, gətirdi, bu zəng süfrədə var da, istəsəydin qayğanaq da verərdi sənə. Halbuki o da var orada. Amma sən özün üçün qayğanaq pişirib gətirmirsən. Bu ona bənzəyir ki, sən öz fikirlərini, öz məqsədlərini, öz bildiklərini Quran-ı Kərimə gətirib daxil etməyə ehtiyac yoxdur. Orada hər bir şey var. Sən elə oradan götür.